Buraxılışımız davam edir. Pakistanın İslamabad şəhərində Asan Xidmət Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Şahbaz Şərif və Pakistan hökumətinin üzvləri iştirak ediblər. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanın intellektual brendi olan Asan konsepsiyası əsasında yaradılan mərkəz barədə məlumat verib. Bildirilib ki, 2025-ci ilin 10 sentyabr tarixində iki ölkə arasında Pakistanda Asan xidmət təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən Asan xidmət təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin girişində Azərbaycan-Pakistan dostluğunu əks etdirən xüsusi güşə yaradılıb. Baş nazir Məhəmməd Şahbaz Şərif Asan xidmət modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Asan xidmətin yaradılması Azərbaycanın prezidenti mənim çox əziz qardaşım Cənab İlham Əliyevin böyük dəstəyi olmadan mümkün olmazdı. Belə ki, ötən il qardaş ölkəyə rəsmi səfərim zamanı Bakıda Asan xidmət mərkəzini ziyarət etdik. Bu mərkəz həqiqətən fenomenal idi. Son dərəcə təsirli və nümunəvi bir təcrübə təqdim edirdi. Bunun ardından mən müraciət etdim ki, ilk mərhələdə İslamabadda oxşar bir mərkəz yaradılsın. Bugün artıq buradayıq. Asan rəhbərliyi və nümayəndə heyəti də buradadır və onlar son dərəcə böyük dəstək göstəriblər. Bu əməkdaşlıq misilsizdir. Bütün texnologiya Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfindən bizə hədiyyə edilib. Bugünə qədər bizim 30 ölkə ilə Azərbaycanın Asan modelinin ixracı istiqamətində əməkdaşlığımız var, müqavilələrimiz var. Artıq Pakistan 6-cı ölkədir ki, burada Asan xidmət mərkəzi artıq istifadəyə verildi.